Son vaxtlar qızılın qiyməti artaraq rekord həddə çatıb. Belə ki, bir unsiya qızılın qiyməti 2953 dollara qədər yüksəlib. Bu isə ötən aylarla müqayisədə xeyli yüksəkdir. Nəzərə alsaq ki, havaların isinməsi ilə toy mövsümünə də hazırlıqlar gedir. Bu dəfə bölgələrdə qiyməti araşdırdıq. Tovuzdan olan satıcı Fərid Məmmədli deyir ki, qiymətlər qızılın növünə və formasına görə dəyişir. Bahalaşma isə hələ də davam edir. Rus qızılın qramı 110-115 manatdır, Türk qızılın qramı 120-125 manatdır. Brilliant olmayanda ucuz olur, amma qaçsız mallar biraz fərqli olur. Brilliant olanda da kartdan sortuna görə qiymət dəyişir. Qızılda artım olduğuna görə bu il biraz zəifdir alacaq qabiliyyəti. Qramda harasa 8-9 manat fərq var. Müştərilərin 90% fikirləşir ki, Bakıda ucuzdur, burada bahadır. Yəni heç bir fərq yoxdur, eyni bir şeydir. Gəncə şəhərində isə satıcılar qiymətlərdə artım olduğunu deyirlər. Ancaq buna baxmayaraq alıcılıq qabiliyyəti yüksəkdir. Komplekt, sırqa, üzük, kulon daxildir da ora. Nəzərə alsaq ki, bu günlərin qızılın 1 qramının qiyməti 120 manatdır. 20 qramlıq məmulat 2000, 2200, 2400 manat. Bu dünyada gedən proseslərlə əlaqədar, müharibələrlə, qeyri-stabilliklə əlaqədar qızıl qalxmağa doğru gedir. Hətta bir 10 manat qalxma var idi, nisbətən düşdü, stabilləşdi. Şəki və Zaqatalada isə qızıl 1 qram üçün fərqli qiymətlərlə alıcılara təklif olunur. Qızılın alışı ilə satışı arasında 30%-ə qədər fərq var. Qızılın qramı lom şəklində belə olsa, yəni evdən gətirən, rayonda alışı 88-89 manat. İndi satdığımız mallar da ki, əldən işlənən maldırsa, vətəndaş gətirən maldırsa, biz onu bərpa eləyirik, polirovka eləyirik, satırıq 110-115 manatdan 1 qramına. Yox, işlənməyən təzə maldırsa, ofisdən gətirmişik, onlar olur bugünkü gündə orta qiyməti 130 manat. Əvvəl satırdıq 120 manata məsələn. Şəkidə isə qiymətlərin mövsümdən asılı olaraq dəyişdiyi deyilir. Toy olmayan aylarda qiymət də nisbətən ucuz olur. 585 əyarlı qızılların pərakəndə satışı 120-130 manat arasında satılır. 750 əyarlı qızılların satışı 140-150 manat arasında, 160 manat arasında belə satılır. Xırda çəkili, iri görünüşlü qızıllara tələbat var. Yəni bugünkü bazarda bunlar satılır. Toylar olmur. Toylar olmayanda da qızılın satışı demək olar ki, sıfıra bərabər olur. Tövsiyə eləyərdim ki, qızılı tanıdıqları mütəxəssisdən, yəni zərgər olsun da, yəni zərgərdən alsınlar. Onu da qeyd edək ki, ekspertlər 2025-ci ilin 4-cü rübünə kimi qızılın orta qiymətinin 1 unsiya üçün 3000 dolları ötəcəyini proqnozlaşdırırlar. Deməli, ölkə bazarlarında qızılın daha yüksək məbləğlərə alıcılara təklif ediləcəyi də qaçılmazdır. Necə deyərlər, toy etmək istəyənlərin əli indidən cibində olmalıdır. Xələf Xələfov, Cümşüd Məmmədov, Rasim Əziz, Ruslan Abdulov, Rəhman Həkimzadə, Şəbnəm Qurbansoy, Xəbər ertəsi.